Hüququmuzu tələb eləyək ki, qardaş, bizi də azad elə buradan çıxaq gedirsə, xarici vətəndaşlar. Var, 2 manat loteriya 50 manat çıxılar, bax belədir. Aradan 3000, 4000, 5000. Korrupsiya qarşı götürülürsə də, bizim cənab prezidentimizin sərəncamı var ki, bu korrupsiya yıxışır. Korrupsiya bunu Azərbaycanın özündə. Yasir Müsallim Tövlətoğlu, Qazax rayonundan. Azər MMC-də işləyirəm. 2014-cü də işə girmişəm. 2000 manat pul vermişəm. Onun Bu pulu nəyə görə verdiniz? depozit qoyduq. Dedilər ki, pulu verin, sizi işə götürürlər. 13 ayını veriblər. 6 ayda bizə pul vermirlər. Eləsi var 2000 manat verib, bir ay maaş almayır. İndi deyirlər ki, Bakıya deyir ki, pulumuz yoxdur, verməyirik. Zəng edirik, telefonlarını götürmürlər. Heç nə belə. Siz nə deyə bilərsiniz? Bir ayda maaş almayanlar var. Deyirəm, bankı da özəlləşdirib, özləri Yan bank verir bizim. bankı da özünə Nəzə özəlləşdirib. bank alıblar, nə bankdan sıxmayıb, nə bir şey deməyib. Mən də bunu dediklərinə qatırıyorum. Mən də 2000 manat vermişəm, hələ 45 gündür işləyirəm. 1 Aynı manat maaş inspektorlardan, almışam. can Bir dənə yayında 30 manat bayrama görə pul verdilər. 1000 manat depozit qoymuşuq, 1000 manat da şirinlik vermişik. Bax belə başımda oynadılar. Şirinliyi nəyə görə verdiniz? Şirinliyi də özləri alır. Nə 150 manat paltara məsələn tutublar, nə kurs tutublar. Pul vermirlər. Loteriya gəldi məsələn 50 manat ona tutdular. 2 manat loteriya 50 manat tutdular. Bax belədir. Sizə sənət veriblər. Bizə heç bir sənət verilməyək, bir dənə kuşma verdik. Daxili İşlər Göstərdə Nazirliyi. bilərsiniz. Verdilər. Var. 4 uşaq atasıyam. Üstə 4 uşaq atasıyam. Mən kreditə, burada hər bir oğlan mənim kimi işçilər. 200 nəfər işçimiz var. Onların hər biri kreditə girmişik. Heç bir kreditimizi ödəyətirim, təxmin çəkirik. Ayla 3 aydır şəhsən mən işləyirəm, bir gəlir almamışam. 30 manat bizə pul verdir, ondan sonra bir gəlir almaq, bayramda olacaq. Hər gün də, hər dəfə də rəsmimiz gedir, gəlir, deyir, səhər verəcək, 30 gün verəcək. Bizi belə tələqimzar anladırlar. Biz xahiş edirik yuxarılardan bizim bu işimizə baxardılar. Tədbir göstərir bizim. Desin ki, yəni bu işi mən İndi yoxdur. əmələ gətirə bilmirəm də gətirir. 3 ay, 4 ayda özüm işləyirəm. 4 ayda bir dəfə məsələn kredit taksit bax buradadır. Buradan alan buraya verəm, sistem verəm məsələn onun 1 aydan bir versin, laf 10 gün gecikdirim olsun. Bu gün sizin tələbiniz nədir? Bugün tələbimiz odur ki, bir belə aham ailə yəsidir, çıxıb işə görə işsizliyin əlamətidir bununla. İndi buna baxan bizim Daxili İşlər Nazirliyi kimdir? Məsələn, rüşvətxorluğa qarşı, korrupsiya qarşı gəlsin bir hərəkət elə. Hamı bir ailə yəsidir. Sabahsı günü bu səfərbərin yolanda bir belə cavan 180 nəfər, hansı biri çıxacaq bu dövlətə qarşı? Hansı bir erməniyə qarşı çıxacaq? Onda çıxaq hansını, hüququmuzu tələb eləyək ki, qardaş, bizi azad elə buradan çıxaq gedirsə, xarici vətəndaşlar. Yəni bizi vadar eləməsin, bir belə cavan ailədir, ham cavan ailə sahibidir bunlarla. İçində mən olmaq şərtidir. Gəldin. Mən 4 ayda işləyirəm, 4 ayda bir dəfə maaş almış. 4 ay içində. Nəyə görə burada hamıda bir-birini tanıyır? Maaşı 29'u qaldı ayın 6'sına. Yəni demək istəyirsiniz? Yəni demək istəyirik ki, rüşvətxorluğa qarşı, korrupsiya əgər bizim korrupsiya qarşı götürülürsə də, bizim cənab prezidentimizin sərəncamı var ki, bu korrupsiya yığışdırsın. Korrupsiya bunun Azərbaycanın özündədir. Sizi götürdükləri zaman Yığışdırsın. müqavilə bağlayıblar. Heç bir, vallahi heç bir yer xanım, heç bir müqavilə varsa da, yəsi yoxdur burada. İdarəyə gələn bir rəhbərlik yoxdur. Gələn nə bilim, qaladır, zirvədir, yəsi gəlir, nə işə gəlir, nə səbəbə gəlir, onu da heç bir burada bizim uşaqlar bilmir. Kim gəlir, nəyə gəlir? Buranın, bu idarəni quran rəisin özü buraya gəlir. Bir belə uşağın oynamaq lazımdır, bir belə uşağın. Gecə saat 15 saat mən axıran qalıram. Bu təşkilat bir ildir rayondadır yoxsa? Bir ildir. 10 ay, 10 ay. 10 aydır buradadır. 10 aydır təşkilat. Aradan 3000, 4000, 5000. 15 saat sabah kimi Şəhərə kürsü. Tam adını deyərsiniz. Azər Mühafizə MMD. Azər Mühafizə MMD.
baş rəisimiz də Vüqar Hüseynov. Varsa Bizdən bir pulu ay, 2 alan aydır xan. Vüqar Hüseynov bizdən pulu alan. Mağazinlərdə, müəssisələrdə pulları yığırlar, amma bizə heç bir şey satmıyor. Özləri ciblərinə Səhərə qoyurlar. çok Yalnız suyun ağzında bir tane bize dal delip vermişler. Səhərə çok suyun ağzında biz böyle. maşınlarda maşın verirlər ki, Ailemizi yani dolandırabilmeyiz. Bizi dalatmışlar. İlk saatimiz neçə saat? Saat 9-dan 9-a, axşam 9-dan 9-a. Tələb eləyirsən ki, gəl tutka qoy, istilik ver, vermirlər, gec maşını ver. Hara birini maşını götür, günündən hər gecə 5 maşın. Bir yoksul tabi gelebilir. Pul istəyirik, deyir yoxdur, 5 gün gözlə. 5 gün gözlürsən, deyir 10 gün gözlə. 10 gün gözlürsən, deyir, gəldi 2 aydır bir yerə gəlmişlər. 2 aydır biz almışam. 3-cü aya adlamışam mən 2000 manat, 2500 manat pul vermişəm. Siz nə qədər ödəyirsiniz? 2500 manat. 1500 manat depozit koymuşam, 1000 manat da bunlara vermişəm. Paltarı zaten. Koyanda soruşmadınız da siz depoziti nəyə qoyursunuz? Soruşduq niyə işə alırlar? götürdük. İşə götürdük, sizə onun əsasında işə pul verdik. Bu depoziti götürən sizə sənət verdilər mi? Yox, heç bir sən bir dənə kağız verdilər, gətdi onu ofisa qoydular. O da işə tutmaz. qardaş, bank alıblar. Aynı şəkildə işə tutmaz. Bizim sənəti orada oxumağa da qoymadılar heç. Sənəti verəcək şeylər dedi nə qədər depozit qoysa, məsələn 2000 manat qoydu, pulu əlimizdən aldı. Buraya da qol çək qoymadı, sənəti oxuyaq orada nə var nə yox. Xoş getdin dedi. İndi bizim zəng gelirik baş rəisə telefona cavab vermir. Buranın da idarə Qazax Nazir Mühafizə Evindən rəisi Elxan İsmailov da deyir ki, mən də sizi kimi şikayətçi gedə şikayət pul yoxdur, vermir. Bizim pulla onlar kredit açırlar, özləri üçün sələm verirlər, həm cəmiyyətə Bank atıblar, Bank atıblar. Köksər bank atıblar. Bakıda Bizim pulla barışıyır, ona buna sələm buraxır. Mən də buradan kredit götürüb kimətə pul. 50 manatdan yığdılar, yalanlar dedilər loteriya. Bizim depozit banka pulu, onu Vüqar Hüseynov, o banka alıb özünü özəlləşdirib, indi də vermir bizim pul. Bizim pulla banka alır. 50 manatdan yalandan yığdılar ki, loteriya. Hamını bir dənə kağız göndərdilər. Loteriya WhatsApp-la 200 göndərdilər. nəfərdən bir nəfər WhatsApp-da qız Bizə suaya. loteriya verdilər ki, bizim loteriya. 50 manat pul tutub bizə buna. 50 manat pul tutub bizə. Bu loteriya. Nə tarixi var, nə bir şey var, özəl bir fikirli bir şeydir. 200 nəfər adam var, yen oldu. Bu 200 nəfərdən bir adam, biri tür qalmadı onlar. Budur bax. Bayramda bizə 30 manat pul verir ki, ala get sən bundan bayramlıq elə evini saxla. Hansı 30 manatın hansı kimsə ailə saxlamaq olar? Biz hiçbirimiz bayram çekebilmez. Belə şey mi olar? Budur bax, fikirli bir şey. Yüzeylə 200 nəfər Qazaxdan, bir nəfər burada bir tutmalı. Tam bir şeyler bize verir. Hamının kredisi var, hamı kredit götürüb işə giribdi. 36 gündən bir maaşdır. O krediti heç kim verə bilmir. 36 gündən də hesabında 3 ay keçdi var adamın. 3 ayın deyirik başlı 4 ay. 4 ay cəmaat sələm. Mən kimlərsə borc alıb kredit çəkdirir. Cəmaatın pulunu versinlər, cəmaat taparsın kreditini sələmini ödərsin. Hamı işdən qalırsa, nasası yoxdur, naması yoxdur. Yetim, hərə bir kasıbdır ki, imkanlı adam gelir bu işə kredit götürüb işə girməz. Bütün cəmaatın hamının sələmi var, borcu var, xərci var. Pul 3000 də mən qoymuşam. Deməli sizdən də depozit adına. Hamının depozit adından depozit yatır, desən pulun yarısını alıyor. Allah deyil efendim, işdən icazə alırsan ki, bu gecə qalım, işim var, ailəmin yanında qalım. 50 manat tuturlar. 25 manat dövlət tutdular. içində 50 25 manat. manat Bir gün işlə qalmalı xəstələndin mi? Deyir 25 manatını gətir, işdən qal. Aylığa çıxar. Aylığa çıxar deyir uşaqları. Heç kim baxmır. 200 manat alırlar ailəyə, işə gəlmirlər. Bura xəbər verdilər ki, oradan gedin buraya şikayət edin, müraciət edin, bura baxılmasa biz baxarıq. Burada kimə deyirsən deyir gözlə, gözlə. Nə vaxta qədər gözləyək? Mənim də evdə ailəm var, mənim də borcum 2-3 ay kreditim belimdədir mənim. Turanbaydan kredit götürmüşəm 2000 manat. 3 aydır mən o pulu verəmirəm. Faiz də üstə yığılır. Bizə də deyirlər hər gün veriləcək, 4 aydır mən pul almıram. 4 ay maaş almıram. Burada 24 ildir xanlıqlarda məşğullaşmışam. Vallahi gəldim işsizlik adətindən, buraya məcbur elədim, buraya işə girdim. 1600 manat pul qoydum. 1600 manat da 4 ayda bir dəfə maaş almışam. Sizi bura işə götürdükdə Bəli. sizlə müqavilə bağladılar mı? O Vallahi kim müqavilə deyir, bağlanmışsa sizdə bir izi var mı? vallahi bizdə bir iz yoxdur. Mən özümdən Bizim götürüyorum, idarə mənim nə Nəyə imza vəsiqəm var. Nəyə imza attığınızı sizə izah etdilər mi? Bizə izah etdilər nətər, depoziti 1000 manat depozit qoydum, 600 manat da bunların o yazı pozisiyona verdim. Dedi, hər ay dedi, sağ 500 manat pul verəcəm. Xanım mən 1000 Önətər manat vermişəm, depozit indi versin. Xanım, Vermədim. mən 1000 manat depozit qoymuşam, 500 manat da Elşən müəllim var, Bakıda idarədə işləyir. O məndən rüşvət alıb. 500 manat cibinə qoy, 1000 manat da depozit qoymuşam. Deyir səni işə düzəldirəm. 500 manat da alıb cibinə qoy, deyir səni işə düzəldirəm.
Bizdə də müqavilə nətər? Elə bil ki, dövlət harsa bizə elə bil müqavilə verib 5 il, yəni ki, bu iş işləyə bilərsiniz. Amma bizim özümüzlə müqavilə bağlanmayıb. Biz də orada pulu qoyanda depoziti bizi qoymadılar orada kağızda oxumağa ki, nə var, nə yox. Eləcə deyir, qol çək, çıx get. Bizdən Elşən müəllim Bakıda. Elşən müəllim 500 manat rüşvət alıb özü cibinə qoyub ki, səni işə düzəldirəm. Oldu, çox sağ olun.